Sadəcə Amma bizim iftara vaxtımız az qalır. Bəli. Və sizə iftara dəvətlik. İnşallah. Qonaqlar gəlsin. Zəng gözləyirlər. Məncə çox uzatmayaq. Hər il Ramazan ayında müəyyən xırda məsələlər var ki, onlar Ramazan ayının vacibiyyətinə, əhəmiyyətinə kölgə salır. Müsəlmanlar olaraq biz bir çox məsələdə öncəliklərin təsbitində problemlər yaşayırıq. Yəni bir şey önəmlidir, amma nə qədər önəmlidir və yaxud daha önəmlini kölgədə qoyacaq qədər önəmlidirmi? Və yaxud da mənim ən sevmədiyim bir şeydir ki, yəni sahurda nə yeyək ki, axşama qədər bizi tox saxlasın. Elə oruç tutanlar var ki, məsələn, Minoqqadan çıxır, haram yeyir, falan beşməkan, amma oruç tutur. Amma mən deyir, o haramları yemirəm, oruç da tutmuram. İnsanın insanlığı əslində onun istəklərinə sərhəd qoymasından başlayır. İnsan ən təməl ehtiyaclarına belə yox deyirsə, digər məsələlərdə yox demə qabiliyyəti onda daha çox formalaşır. Yəni o daha disiplinli insan halına gəlir. Həyatının hər sahəsində, təhsil həyatında, iş həyatında, ailə həyatında ona lazım olacaq xarakteri, ona lazım olacaq disiplini, nizam-intizamı oruc formalaşdırır. Kapitalizmin insanlara söylədiyi ən böyük yalanlardan birisi odur ki, insanın ehtiyacları sərhədsizdir. Yox, elə deyil. İnsanın istəkləri sərhədsizdir. İnsanın ehtiyacı sərhədlidir. Məsələn, insan yediyinə bir baxsın, adam ki, zaten yediyimə baxıram da, düzdür. O baxmaq o cür baxmaq deyil. Fəlyanzurul insanu ilə ta'amih. İnsan yediyinə necə baxacaq? Biz müsəlmanlar bayram eləyərkən bunun arxasında bir mahiyyət yatır, amma o bir nə edir? Adam deyir ki, il dəyişdi. Məsələn, bayram eləyir. Nə oldu? Sən həyatında nə dəyişdi? Fəsil dəyişdi. Yəni elhamdülillah Rabbil alamin. Nöqtəni qoydu da. Dur. Acılı. Zaman gəlib qalıb qapına. Assalamu aleykum əziz izləyicilər. Bugün Ömər Hoca ilə Ramazan haqqında danışacağıq. Ramazanın əhəmiyyəti, Ramazanın vacibiyyəti və ən əsası Ramazanın bizlərə verdiyi mesajdan danışacağıq. İlk sualım bu olacaq ki, Ömər müəllim, Ramazan ayında, hər il Ramazan ayında müəyyən xırda məsələlər var ki, onlar Ramazan ayının vacibiyyətinə, əhəmiyyətinə kölgə salır. Yəni əslində belə desək, Ramazan ayında Allah bizləri ac qoyaraq, susuz qoyaraq, təbii ki, müəyyən müddətdə bizdən istəyi nədir? Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəssalamu alə Rasulillah. Mən də öz izləyicilərimizi Allahın salamı ilə salamlayıram. Və Allah həmd olsun ki, Allah Teala bizə bir daha Ramazan yaşamağı nəsib eləyib. Həqiqətən növbəti bir Ramazana daha qovuşmaq Allahın insana bir daha düzəlmə fürsəti verməsidir. Bu nəzərlə yanaşmaq lazımdır. Çünki insan həyatın içərisində, xüsusən günümüz dünyasında davamlı günahlara, çirkaba bulaşma riski, ehtimalı daşıyır. Amma Ramazan ayına gəlməklə Allah Teala bir daha bizə təmizlənmə fürsəti verir. Giriş olaraq bəlkə sualdakı hansı nöqtələr səhv başa düşülə bilər? Məsələn, bəzi detal məsələlərə insanlar daha çox fokuslanır və Ramazanın həqiqi mahiyyəti kölgədə qalır sanki. Əslində ilk olaraq bunu düzəldim ki, əgər bir şey İslamda varsa, İslam fikrində yer alırsa bu məsələ önəmsiz deyil. Sadəcə hər şey öz ölçüsündə qəbul edilməlidir. Yəni, hər Ramazan, deyək ki, orucu nəyin pozub-pozmaması ilə bağlı eyni məsələlər bəzən danışılır və yaxud ixtilaflı mövzulardan danışılır və yaxud ayın görülməsi məsələsi ilə bağlı fərqli rəylər paylaşılır. Əsas məsələsinin danışdıqları sağlamlıqdır. Məsələn, ac qalaraq və yaxud da sağlamlıq məsələsi danışılır. Və yaxud da mənim ən sevmədiyim bir şeydir ki, yəni sahurda nə yeyək ki, axşama qədər bizi tox saxlasın. Yəni bu kimi şeylər, yəni bunların hər birisinin danışılması özlüyündə normaldır bir yerə qədər. Birinci dediyim qismlər, məsələn dedik ki, ayın görülməsi məsələsi danışılır və yaxud orucu nəyin pozub-pozmayacağı məsələlər. Bunlar hamısı İslam fikrində yer alan, alimlərin üzərində danışdığı, fikir yürütdüyü məsələlər olduğu üçün bunlar özü-özlüyündə önəmlidir. Sadəcə, ümumiyyətlə, hal-hazırda bugün müsəlmanların içərisində olduğu əsas xətalardan birisi odur ki, müsəlmanlar olaraq biz bir çox məsələdə öncəliklərin təsbitində problemlər yaşayırıq. Yəni, bir şey önəmlidir, amma
nə qədər önəmlidir və yaxud daha önəmlini kölgədə qoyacaq qədər önəmlidirmi? Bəzən bu problemə düşürük. Yəni o dediyimiz məsələlər danışıldığı zaman Ramazanın həqiqi mahiyyəti və Allah Taala'nın Ramazanı yaşatmaqla bizə vermək istədiyi o mesajlar, ibrətlər bəzən kölgədə qala bilər. Bu doğru deyil. Yoxsa hər şey öz dozasında, öz tonunda danışıldığı zaman bir problem yoxdur. Birinci bu tərəfi var. Yəni İslam fiqhində yer alan məsələlər var. İkincisi deyək ki, orucun sağlamlıqla bağlı tərəfi və yaxud o dediyimiz sahur, iftar sualları, bunlar da bir yerə qədər normaldır. Və yaxud danışılması da özü-özlüyündə qəbahət deyil. Çünki həqiqətən də Allah-u Teala bizə bir şeyə əmr eləyirsə, onun bizə bəlli olan və olmayan bir çox hikmətləri var və ola bilər. Və təbiidir ki, orucun hikmətləri içərisində insanlara tibbi faydanın olması bilinən bir şeydir. Artıq bugün aşağı-yuxarı hər kəsin qəbul etdiyi, hətta inanmayanların belə qəbul etdiyi bir şeydir. Və bu mövzuda da xüsusən həkimlərin danışması faydalıdır. Lakin bütün bunlar heç birisi orucun həqiqi mahiyyətini kölgəli qoyacaq səviyyədə olmamalıdır. Yəni birinci belə bir düzəliş eləyək. İkinci, yəni belə desək, deməli Ramazan ayının aşkar olan hikməti də var, qapalı olan hikməti də. Yəni Allahın qatında bilinən hikmətləri də var. Bütün ibadətlər üçün bu keçərlidir. Bəzi ibadətlərin hikmətləri var ki, Quran-Kərimdə bizə bildirilir və yaxud hədislərdə bizə bildirilir. Bəziləri var ki, bildirilmir. Məsələn, alimlər müəyyən əsaslara görə fikir yürüdürlər ki, burada belə bir hikmət olar. Bəziləri də olar ki, bizə qapalı olsun, tam olaraq deyək ki, qiyamət günü bilinsin. Bütün hallarda öncəliklə müsəlman niyə Ramazan ayını orucla keçirməlidir? Çünki Allah belə əmr edir. Yəni çünki sən digərləri kimi deyilsən, sən Allahın varlığına, birliyinə və axirətə, hesaba inanırsan, inanmağın gərəkdirdiyi bir şeydir ki, sən digərləri kimi davrana bilməzsən. Yəni çünki sən Allahın qulu olduğunu etiqad edirsən və yəni bir müsəlmanın oruc tutmasındakı ən əsli səbəb bu olmalıdır. Yəni deyək ki, o hikmətlərindən, yəni orucun bizə qazandırdığı şeylərdən bəhs eləyərkən burada mənəvi hikmətləri var və yaxud bədənə faydaları var, başqa faydaları var. Məsələn, fərdə faydaları var, cəmiyyətə faydaları. Bu faydalar hamısı gözəldir, danışılmalıdır ki, onun üzərindən danışacağıq. Amma bu faydalara görə mən oruc tutdum deyə bir şey yoxdur. Yəni səbəb nə olmalıdır? Əsli səbəb niyə oruc tutmalıdır bir müsəlman? Niyə Ramazan ayını yaşamalıdır? Çünki Allah belə əmr eləyir. Yəni qısacası desək təslimiyyət deməkdir də. Yəni. Təbii ki, yəni Allah belə əmr eləyir. Yəni ibadət şuuru içərisində yerinə yetirməlidir bir müsəlman. Çünki bayaq qeyd etdiyiniz kimi, yəni o bizə nəsə bəlli olmaya da bilər hansısa hikmətləri və yaxud hansısa bir məsələn kimsə tibbi faydaya görə məsələn sırf deyək ki, bu məqsədlə oruc tutursa, hansısa bir həkim çıxıb əksin deyə eləyə bilər. Yəni bu bizim üçün bir şey dəyişməyəcək, yəni. Yəni hansısa birisi çıxar deyər ki, yox tibbi faydalı deyil, zərərli. Bu bizim üçün bir şey dəyişməyəcək. Çünki bir kitabımıza iman etmişik. Kitabda Rəbbimiz bizə belə əmr eləyib, bitdi yəni. Sualı bu şəkildə qoydunuz ki, Allah Teala niyə bizim ac və susuz qalmağımızı, deyək ki, müəyyən saat ərzində ac və susuz qalmağımızı istəyir? Niyə görə bunu bizə əmr eləyir? Bunun üzərinə danışacaq olsaq, daha əvvəl biz fərqli belə deyək platformalarda bu barədə danışmışıq. Başqa belə deyək, elm əhli və yaxud dəvətçi müsəlmanlar da bu barədə danışıblar. Əslində, siravi insanlar bəlkə də orucun mahiyyətini, o qədər ciddi fərqinə varmayan insanlar bu ibadətin əzəmətini, insana və yaxud fərdə qazandırdığı və yaxud cəmiyyətə qazandırdığı faydaları çox da bilməyə bilərlər. Amma əslində biz baxırıq ki, hər insanın içərisində müsbət və mənfi keyfiyyətlər var. Yəni istisnasız olaraq insan bir tərəfi ilə yaxşıdır, bir tərəfi ilə pisdir. İnsanın içindəki bu müsbət və mənfi keyfiyyətlər elədir ki, insan o daha əvvəl də bu videoda danışmışdıq, mənfi keyfiyyətlərini tərbiyə eləmədiyi zaman, yəni insan yox deməyi bacarmadığı zaman, yəni nəfsinə sərhəd qoymağı bacarmadığı zaman və yaxud nəfsinə sərhəd qoymadığı zaman insan hər cür pisliyi eləmə potensialı daşıyır. Və düşünün ki, belə insanlardan mütəşəkkil olan bir topluluq, bir cəmiyyət hər cür pisliyi eləyəcək vəziyyətə gəlir. Təsadüfi deyil ki, bugün biz dünyanın vəziyyətinə baxırıq. Məsələn, insanlıq tarixini bilən, nəzər yetirən insanlar və günümüz dünyasını nəzər yetirən insanlar görür ki, insanlığın bu şəkildə vəhşiləşdiyi ikinci bir dövr yoxdur.
Yəni son hadisələrdə hamımız müşahidə edirik, dünya üzərində baş verən hadisələri. Yəni insanlığın vəhşiləşdiyi, bu qədər gücü əlində tutan qüvvələrin istədiyini etmə sərbəstliyi olduğunu düşündüyü, heç bir haqq və hüquq tanımadığı ikinci bir dövr yoxdur. Niyə görə bu vəziyyətə gəliblər? Çünki bu topluluq və yaxud bu güclər, kimsə bu güclər məxsusən istəklərinə, yəni nəfsi istəklərinə sərhəd qoymayan insanlardan ibarət topluluqdur. Yəni bu gün dünyanı idarə etmə iddiasında olan, dünyadakı insanların istədiyi şəkildə haqqlarını əldə edə biləcəyini düşünən, istədiyini eləyən insanlar, bax bu insanlardır. Yəni nəfsi istəklərinə sərhəd qoymamaq. Çünki insanın insanlığı əslində onun istəklərinə sərhəd qoymasından başlayır. Yəni sən özünə yox deməyi bacardığın qədər insansan. Sən özünə yox deməyi bacardığın qədər yəni sənin həqiqi mahiyyətin üzə çıxır. Və dediyimiz kimi bu miqdarda insan mənfi keyfiyyətlərini tərbiyə eləməyi öyrənir. Bu səbəbdən də Quran-Kərimdə Allah Teala buyurur, Rəbbinin məqamından qorxan və nəfsi istəklərinə, həvasını əngəlləməyi bacaran insanlar. Yəni Allah Teala kimlərin qurtuluşa çatdığından, hesab günü hesabının asan olacağından bəhs eləyərkən Rəbbinin məqamından qorxan və nəfsinin istəklərinə əngəl qoyanlar deyə bəhs eləyir. Yəni nəfsin istəyinə əngəl qoymaq məsələsi həqiqətən çox mühümdür. Hətta bunu daha bəzəkli ifadələr içərisində təqdim edirlər insanlara ki, insan azaddır, insan istədiyini eləmə sərbəstliyi daşıyır. Əslində insan istədiyini eləmə sərbəstliyi daşımamalıdır. Yəni insanın yəni necə müəyyən məsələləri təbii ki, insan istədiyini eləyə bilər. Amma bu sərhədlə olmalıdır. Yəni sənin üçün müəyyən bir sərhədlər olmalıdır. Sən o sərhədlər daxilində istədiyini eləmə azadlığın ola bilər. Yoxsa insanın sərhədsiz sərbəstliyi deyilən bir anlayış olmamalıdır. Onsuz da yəni yaşadığımız cəmiyyətdə də elədir. Yəni heç bir məsəl üçün deyək yol hərəkətində məsələn orada belə sərbəstlik yoxdur. Çünki sərbəstlik olarsa xaos yaranar. İnsanlar arasında əgər bir qanun, bir cəza olmazsa, insanlar arasında xaos yaranar. Hər kəs siz dediyiniz kimi istədiyi bir şeylər eləyər və bu da dünyanın çıxılmaz bir yola girdiyi bir vəziyyət yaranar yəni. Yəni dediyin kimidir, sadəcə insanlar o qədər qəribədir ki, məsələn hansısa bir adam iddia eləyir ki, insan sərhədsiz sərbəst olmalıdır. Sonra deyirsən ki, sərhədsiz sərbəst olmaq o deməkdir ki, hüquq olmamalıdır. Yəni hüququn olmadığı cəmiyyət mi olar yəni? Mümkündür. Hüquq nə deməkdir? Hüquq azadlığın məhdudlaşması deməkdir. Yəni sən istədiyin kimi mən tələsirəm və qırmızı işıqda keçim, gedə bilmirsən. Düzdür, azadlığın məhdudlaşdırılır. Və bu olması gərəkəndir. Yəni sən istədiyini eləyə bilməzsən. O cəmiyyət içərisindəki fərdlər nə qədər qaydalara riayət edirsə, məsələn indi maşın sürməkdən örnək verdin. Yəni məsələn sənin təhlükəsiz şəkildə deyək ki, maşın sürməyin yalnız sənin qaydalara riayət etməklə asılı deyil də, digərləri də riayət etməlidir ki, sən təhlükəsiz idarə edirsən, düzdür? Qanunlardan asılıdır ki, yəni qanunlara fərdlərin riayətindən asılıdır, düzdür? O fərdlərin o qanunlara riayəti və bir cəmiyyətdə xaosun olmaması, cəmiyyətdə bir nizamın, intizamın olması nəyə bağlıdır? Əslində insanların özünə yox deməyə bacarması, özünü idarə etməyə bacarması. Məsələn, iradə tərbiyəsi dediyimiz bir məsələ var da. Yəni insan özünü tərbiyə eləməyi bacarmasına bağlıdır. Və Allah Teala bu orucu əmr etməklə bizə insana yox deməyi öyrədir. Yəni insan ən təməl ehtiyaclarına belə yox deyirsə, digər məsələlərdə yox demə qabiliyyəti onda daha çox formalaşır. Yəni o daha disiplinli insan halına gəlir. O daha çox özünü idarə eləməyə bacaran bir insan halına gəlir. O iradəsini daha yaxşı tərbiyə eləməyə bacaran bir insan halına gəlir. Və bu insanın bütün həyatında ona fayda verəcək bir şeydir. Əsli məqsəd nədir? Allah sənə əmr eləyir, imtahan gərəyincə ki, bunları etmə, yemə, içmə, məsələn, şəhəvi ehtiyaclardan uzaq dur gündüz vaxtında. Sən də ondan uzaq durursan, bunun əsli mükafatı qiyamət günüdür, axirətdə Allaha aiddir. Bu bəllidir. Dünyəvi faydası nədir? Dünyəvi faydası məhz bu dediyimiz şeylərdir. Yəni sən, məsələn, deyək ki, bir gənc düşün, bu gələcəkdə yaxşı bir təhsil almağı hədəfləyir və bunun üzərində öz üzərində çalışır. Bunun üçün ona nə lazımdır? Nizamlı, intizamlı və disiplinli olmağı. Düzdür? Oruç sənə disiplini öyrədir.
Çünki Belə desə bir insanda bir yaxşı mənada yaxşı bir xarakter formalaşdırır. Gözəl ifadədir. Yəni insanın həqiqətən həyatının hər sahəsində, təhsil həyatında, iş həyatında, ailə həyatında ona lazım olacaq xarakteri, ona lazım olacaq disiplini, nizam-intizamı oruc formalaşdırır. Məsələn, deyək ki, adam ailə qurur. Ailə qurdu, bunun aylıq bir qazancı var. Qazancına uyğun şəkildə məsələn adam öz istəkləri var. İstədiyi kimi gəzmək istəyir, istədiyi kimi yemək istəyir, istədiyini eləmək istəyir, düzdür? Amma ailə bir məsuliyyət yüklür də bunun üzərinə. Deyək ki, xanımı var, övladları var, ailənin xərcləri var, düzdür? Məcburdur ki, xərclərinə uyğun şəkildə ailəsini nizamlasın. İstədiyi kimi davrana bilmir, düzdür? Allah Teala oruc tutmağı əmr etməklə insanda elə bir xarakter formalaşdırır ki, sən artıq ailə yükünü də götürə biləcək o qabiliyyəti formalaşdırır səndə. Yəni sən məsuliyyətsiz adama çevrilmirsən. Əsli olaraq insanın özünə yox deməyə bacarması çox mühümdür və Allah Teala orucla bu faydanı bizim üçün belə deyək formalaşdırır. Digər tərəfi var ki, bu yox demək məsələsinin insanın həzləri var da. İnsan deyək ki, nələrdənsə zövq alır. Məsələn, yemək, içmək yalnız insanın ehtiyacı deyil. İnsan həm də yemək, içməklə zövq alır, düzdür? Ona görə insan normalda çalışır ki, öz ağız dadına uyğun şeylərlə qidalansın və yaxud baxırıq ki, bizim ehtiyacımıza uyğun şəkildə Allah Teala meyvələri, tərəvəzləri yaratmaqla yanaşı, həm də dadını bizim sevəcəyimiz şəkildə yaradır, düzdür? Yəni yemək, içmək insan həm də zövq aldığı bir şeydir və yaxud şəhvətə ehtiyaclardır. İnsan belə deyək ki, zövq aldığı, həzz aldığı şeylərdir. İnsanda həzz almaq belə bir prosesdir ki, mən də işin bioloji tərəfinə girməyəcəm. Zaten o sahənin əhlinin biləcəyi məsələdir. Amma bu mövzu, yəni həkimlərin də təsdiq elədiyi bir şeydir. İnsanda həzz alma məsələsi belədir ki, insan davamlı həzz aldıqca olduğu vəziyyəti həzz olaraq görmür artıq. Bir növ belə də dərmanın dozası kimi bir şeydir. Daha artığını istəyir. Daha artıq. Davamlı olduqca standart yeyəcək, içəcəklərdən bu zövq alırsa, artıq o onu qane eləmir. Daha artığını istəyir və yaxud mövcud içində olduğu nemətlər ona artıq, məsələn belə deyək də, bugünün məsələn bizim uşaqlıq vaxtımızdakı bizi həyəcanlandıran, bizi sevindirən şeylər bugün uşaqlarını sevindirmir, düzdür? Niyə görə? Çünki artıq adiləşir. Yəni insan davamlı nemətlərlə əhatə olunduğu zaman və istifadəsinə də məhdud qoymadığı zaman artıq mövcud dozu onu qane eləmir. Əslində bu narkotik asıllarında da bənzər vəziyyət var. Yəni asılılıq deyilən məsələ zaten belə formalaşan bir şeydir. Yəni daha artığını istəmək üzərinə, yəni həzzin daha artığını istəmək. Çünki əvvəlki artıq ona həzz vermir də. Əvvəlki doza artıq həzz vermir. Eyni məsələ bütün şey üçün. Deyək ki, yemək içməkdə bu belədir və yaxud şəhəvi ehtiyaclarda, deyək ki, cinsəl ehtiyaclarda bu belədir ki, məsələn görürük ki, cinsəl istəklərinə sərhəd qoymayan topluluqlardan qeyri-normal cinsəl istəklər ortaya çıxır. Düzdür? Çünki normal artıq onu qane eləmir. Artıq daha fərqli nələrsə axtarır, yəni. Bu malda mülkdə də eynidir. Əslində hamısı şəhvət kateqoriyasının içinə girir. Yəni insan daha artığını istəyir. Yəni insan çünki doymur mövcud vəziyyətlə. Baxırıq ki, Ramazanda orucu əmr etməklə Allah Teala bizə həzlərimizi, istəklərimizi elə ki, o orijinal vəziyyətinə qaytarır sanki. Yəni məsələn deyək ki, bu gün ortalama bayaq verdiyim örnək kimi də, yəni bizim bir uşaqlıq vaxtımız, bir 20 il öncəsinə nisbətdə insanlar, yəni ehtiyac sahibi insanlar vardı, amma ortalama deyək ki, bir çox şey daha əlçatandır, düzdür? Məsələn, Ramazandan sonra növbəti Ramazana qədərki vaxtı düşünək, xüsusən həyatında sünnət orucu olmayan insanlar üçün. Çünki Ramazan xaricində də sünnət oruçlar var da. Sünnət orucu olmayan insanlar üçün düşünək. Adam istədiyi deyək ki, qidalanır, yeyir, içir normal şəkildə. Yemək, içmək artıq onun üçün bir həzz vasitəsi olmaqdan çıxır. Hansısa meyvəni yeməklə artıq bu çox da zövq alınır, ləzzət ala bilmir. Amma Ramazan olduğu zaman, oruc olduğu zaman yemək, içmək sənin üçün yenidən bir, yəni onu gözləməyin də bir həyəcanı var da. Onun üçün deyir ki, oruçlu üçün iki sevinc anı var, bir də iftar anıdır da. Yəni o iftar anına xüsusən
İndi sən də uzun illərdir oruç tutursan elhamdülillah. O yayın isti vaxtlarındakı məsələn suyu gözləmə məsələsi indi düzdür. İndi soyuq vaxtlar deyilə deyil, amma məsələn yay vaxtlarında o yəni məsələn Quran-Kərimdə Allah Teala o içməli suyun necə nemət olduğunu bir neçə ayədə bizə bildirir də, düzdür? Amma insan onu çox da düşünmür. Məsələn deyək ki, biz o bəzi bölgələr kimi susuzluqla imtahan edilməmişik deyə, insan o su içməyin necə bir nemət olduğunu düşünmür, düzdür? Amma susuz qaldıqdan sonra yenidən o suyla qovuşma anı və yaxud da yeməklə sənin üçün sevinc anı. Əlavə bir rəng qatır həyatıma, düzdür? Yəni sən yenidən zövqləri kəşf edirsən sanki. İnsanın digər zövqləri də belə. Biz baxsaq İslamda məsələn insanın zövq aldığı şeylərdə bayaq dediyimiz, onların hamısında İslamda bir sərhəd qoyulur. Halalı qoyulur və haramı qoyulur. Məsələn normal vaxtlarda da yeyəcək içəcəklərdə haramlar bəllidir, halallar bəllidir. Ramazanda halallar da gündüz vaxtda haram qılınır. Ki yenidən səndə o elə bir ki əslinə qayıtsın. O həzz səndə formalaşsın. Yəni Ramazanın mənəvi atmosferi ilə yanaşı bu tərəfi də Ramazana əlavə bir rəng qatır. Çünki insanın o dediyimiz bioloji ehtiyaclar tərəfi də var deyə. Ona görə məsələn bir tərəfi Ramazanın mənəvi atmosferini düşünək, bir tərəfi də bu dediyim hikmət tərəfini düşünək. Məsələn bunu çox hiss eləyə bilər adam. Ramazan bayramı gəldi, yəni oruç bitdi, bayram gününün deyək ki, əyləncəsi, bayram namazı, ailə ilə bərabərlik falan və səhərsi gün məsələn oyanırsan, birdən-birə insan özünü qəribə bir boşluqda hiss edir. Hətta yemək yeyəndə elə fikirləşsən ki, oruc idim, orucum pozdu. Və qəribə bir boşluqda hiss edir adam özünü. Yəni sanki həyatından önəmli bir misafir vardı, o getdi. Yəni nəsə bir şey çəkilib həyatında, onun yerini nəsə doldurmur. Yəni çünki oruc sənin yenidən həyatıma bir rəng qatır, Ramazan yenidən bir rəng qatır. Və bu çox önəmli bir məsələdir. Yəni bu dediyimiz bu gün məsələn cəmiyyətin şikayət etdiyi problemlər arasında ciddi şəkildə narkotik asılılığı var, alkohol asılılığı var, düzdür? Başqa problemlər, yəni deyək ki, qadın asılılığı da buna daxildir, müəyyən deyək ki, yəni kişi cinsinin nümayəndələrində və yaxud başqa asılılıqlar, mal-mülk asılılığı. Çünki bu adam oruç tutmur. Yəni deyirlər ya, filan kəs oruç tuturdu falan. Yəqin ki, mahiyyətini bilməyib. Yəni oruc sənə əslində, yəni orucla Allah Teala bizə qənaət şuurunu da öyrədir. Yəni sən zənginliyin artdıqca və yaxud zənginliyi artırma potensialının olduqca həyat standartlarını artırmırsan. Həyat standartları insanın ehtiyacları bəllidir. Sən ehtiyaclarına uyğun, bunu hər zaman qeyd edirik. Ehtiyacla istək ayrı-ayrı şeydir. Kapitalizmin insanlara söylədiyi ən böyük yalanlardan birisi odur ki, insanın ehtiyacları sərhədsizdir. Yox, elə deyil. İnsanın istəkləri sərhədsizdir. İnsanın ehtiyacı sərhədlidir. Yəni sənin ehtiyacın bəllidir, sərhədlidir. Müəyyən qədər yeyirsən, doyursan. Amma necədir? İnsanın ehtiyacı sərhədsizdir. Yox, sərhədsiz deyil. İstəklər sərhədsizdir. Ona görə insan istəklərinə sərhəd qoymadığı zaman o hər şey eləyə bilər və onu heç bir pul qane eləməz. Davamlı artırma və artırma özünü tərbiyə eləməmiş belə bir adama böyük bir büdcəni versən ki, Allah idarə elə. Məsələn, o niyə xalqı düşünsün ki? Niyə idarə yəni başqalarını düşünsün ki? Və dünyəvi cəza almayacağını və ya dünyəvi cəzadan yayındığını da bilirsə, axirət düşüncəsi də yoxdursa, istədiyini eləyəcək yəni. Yəni oruc ona görə bu dediyim nəzərlə düşündükdə bir fərdə faydası, bir cəmiyyətə faydası necə böyük bir fayda olur yəni. Yəni bunun üzərinə çox danışmaq olar təbii ki. Qane elədimi Ramazan hikmətləri? Daha çox danışmaq olar. Mən daha başqa cür yanaşıram. Siz də dinləmək istəyirik bu arada. Mən qısacası deyim ki, mən Ramazan ayına ümumiyyətlə bütün ibadətlərə belə baxıram. Sadəcə bugünkü mövzumuz Ramazandan olduğu üçün Ramazandan danışıram. Mən Ramazana bir iman gözü ilə baxıram. Bayaq dediyim kimi bir iman, bir təslimiyyət. İmanın da zaten açıqlaması təslimiyyətdir. Necə ki, məsəl üçün dünyəvi həyatımızda bayaq dediyiniz kimi müəyyən qanunlar var. Biz istəsək də, istəməsək də bu qanunlara riayət edirik. Amma iman məsələsinə gəlib çıxanda imanda tam fərqlidir. Çünki yaşadığımız həyatda, yəni bir insan namaz qılmasa, oruç tutmasa və yaxud da Allahın əmr etdiyi o qanunları etməsə, heç kim onu yaşadığımız həyatda, bu həyatda cəzalandırmır. Yəni cəza görmür. Amma bu, bəli, bu iman gör nə qədər möhtəşəm bir şeydir ki, birinci qeyd etdiyim idi. Yəni o giriş mahiyyətində
o birinci qeyd etdiyim idi zaten ki, yəni ibadət şuuru ilə edilməlidir. Zaten Allah bunu əmr edib. Bəli, bitdi. Yəni Allah bunu əmr eləyib. 3 gündür, 5 gündür, 10 gündür. Zaten imanın özü təslimiyyətdir. Yəni Allah dedi, bitdi. Və paralelində bir şey də var ki, məsələn indi ümrə ziyarətində də görmüsən, Kəbənin tavaf əsnasında insanların içərisində olduğu mənəvi atmosfer, göz yaşları, yəni o fərqli bir ab-havadır. Necə ki, gedənlərin əksəriyyəti yenidən getmək istəyir. Amma onların əksəriyyəti deyək ki, elm əhli deyil. Bəlkə də onun səbəblərini izah eləyə bilməz. Soruşsan deyəcək ki, Allah belə əmr eləyir, eləyirəm. Kənardakılara bəlkə də mənasını qəribə gələcək şəkildə, amma adam orada o izah eləyə bilmədiyi mənəviyyatı alır. İzah eləyə bilmədiyi hikmətləri orada yaşayır. Onu hiss eləyir, amma çatdıra bilmir. Çünki onu çatdıra biləcək elmi yoxdur. Belə deyək də, bəzən cəmiyyətdə elə insanlar olur ki, yəni dediyim kimi Ramazan mahiyyətini, imanı tam anlamadığına görə müəyyən şeylər deyirlər ki, məsəl üçün. Mən əslində onu biraz qəribə səslənsə də, deyir pişiyin əti ələ çatmayanda deyir mundardır. Yəni mən ona o kimi baxıram. Yəni bu adam oruç tutmur, amma oruç tutanlara fərqli baxır. Deyir yəni elə oruç tutanlar var ki, məsələn Minoqqadan çıxır, haram yeyir, falan beşməkan, amma oruç tutur. Amma mən deyir o haramları yemirəm, oruç da tutmuram. Sanki bir özünə bir belə deyək də, bir nəsə vicdanını susturmağa çalışır. Vicdanını susturmağa çalışır da, hə. Həmçinin digər ibadətlərdə də elədir. Yəni bu insanlara yanaşma necə olmalıdır? Həcclə bağlı danışanda da bu barədə danışmışdıq. Yəni həccə gedib belə eləməkdən sənə bilim. Belə bu kimi əslində cəmiyyətdə fərqli təbəqə insanlar var da. Mən inanmıram ki, ciddi şəkildə oxuyan, araşdıran, dünyadan, tarixdən, dindən, nə bilim dinlər tarixindən, fəlsəfədən, mədəniyyətdən xəbəri olan ciddi insanların belə yəni qeyri-ciddi iddialar səsləndirəcəyini düşünmürəm. Bu daha çox ümumiyyətlə bu kimi şeylər o deyənlərin səviyyəsini göstərir. Və bunlara da çox cavablar verilib. Yəni dediyimiz kimi həcclə bağlı məsələlərdə, digər məsələlərdə də cavablar verilib. Və biz burada deyək ki, həcc olsun, namaz olsun, oruc olsun, bu Allahın əmr etdiyi digər ibadətlər. Biz bu ibadətlərin həqiqətdə insana qazandırması gərəkən, İslamda olması gərəkən nədirsə, onu çatdırırıq. Yəni deyək ki, Quranda Allah namaz qılmağı əmr etdiyi kimi, oruç tutmağı əmr etdiyi kimi, yalan danışmağı da qadağan eləyibmi? Bəli, eləyib. Allah doğru sözlü olmağı əmr eləyibmi? Bəli, eləyib. Ticarətdə aldatmağı qadağan eləyibmi? Bəli, eləyib. Yəni əxlaqi prinsiplər dediyimiz prinsiplərdə İslamda əmr olunubmu? Bəli, əmr olunub. Tamam, o zaman sənin İslamla dərdin nədir? Sən deyirsən ki, hansı fərd bu ibadətləri yerinə yetirir, amma o əxlaqi prinsipləri riayət eləmir. Düzdür? Bu fərdin müdafiəsi, belə deyək də, fərdin etdiyi hərəkətlərin bizə nə aidiyyəti var? Bizə və yaxud da ki, İslama nə aidiyyəti var? İslam qanunlarına nə aidiyyəti var? Bu gün yer üzündə özünə müsəlman deyən 2 milyarda qədər təqribən insan var. İndi bunlar bu ümumi statistikada 1 milyard yarım falan belə deyilir. Bunun nə qədər ibadət eləmir bilmirik, amma deyək ki, belə yarım milyard insan ibadət edir. Təqribi deyirəm, yəni əlimdə belə bir statistika yoxdur. Bu yarım milyard insanda dünyaya yayılmış vəziyyətlərdə çox fərqli bölgələrdən, fərqli mədəniyyətlərdən, fərqli ölkələrdən insanlardır. Hansı ağıl sahibi insan yarım milyard insanın hamısının standart doğru sözlü, heç bir qüsur eləməyən insan olduğunu iddia edə bilər. Ya bu yarım milyard insanın içində hər cür insan ola bilər də, düzdür? Yəni bu normal bir şeydir də. Bax bayaq dediyimiz o yenə yol hərəkəti qaydaları. Yəni bir insanın qırmızı işıqda keçməsi, bu qırmızı işığın qanunun günahıdırmı yoxsa fərdin mi günahıdır? Yəni zaten fərdin günahıdır. Burada da həmçinin qəribə bir yanaşmadır ki, ümumiyyətlə insan qrupları var da. İnsanlar qruplaşarkən, məsələn deyək ki, bir din ətrafında qruplaşmış insanlar var və ya dinin bir məzhəbi ətrafında qruplaşmış və ya bir millət, yəni deyək ki, bir irqi və yaxud millət bağı ətrafında formalaşmış insanlar var, qruplaşmış daha doğrusu və yaxud bir sənət qrupu ətrafında.
Məsələn, deyək ki, həkimlər var, müəllimlər var, mühəndislər var, düzdür? Hansısa bir millət var, hansısa bir din mənsubiyyəti. Yəni insanın mənsubiyyətləri var da, düzdür? İnsanın bayaq dediyim kimi sənəti mənsubiyyəti var, millət mənsubiyyəti var, dini mənsubiyyəti var. O mənsubiyyət topluluqları içərisində, o qruplaşmalar içərisində hansısa elə bir topluluq varmı ki, sıfır problemlidir və qüsursuz bir topluluqdur? Bəllidir ki, yoxdur. Və bu qruplar içərisində hansısa insanların qüsurları, həmin o sənət sahəsini, həmin o milləti, həmin o dini, həmin o məzhəbi ittiham eləmək üçün əsas verərmi? Verməz. Yəni yetəri qədər vicdansız həkim yoxdurmu? O qədər. Var. Bu tibbin önəmsiz olduğu mənasına gəlməz. Düzdür? Və yaxud yetəri qədər məsələyə o tərəfdən baxmırlar da. Hə, yetəri qədər bütün sahələrdə, istər mühəndislik olsun, istər deyək ki, müəllimlik olsun, bütün sahələrdə və yaxud hansısa bir millətin içərisində, istənilən bir millətin içərisində yetəri qədər ticarətdə aldadanı, yalan danışanı varmı? Var. Bizim millətimizdə yoxdurmu? Var. Başqa ölkələrdə, başqa yerə getdiyimiz zamanda qarşılaşmışıq. Məsələn, deyək ki, həmin ölkədə hansısa bir öz millətimizin və yaxud hansısa bir bölgədən olan insanların yanlış hərəkətlərindən danışılır. Varmı? Var. Bunun üzərindən bir topluluğu ümumi dəyərləndirmək hansı ağıl sahibi bunu eləyər? Yəni bu bəllidir ki, qərəzli yanaşmadır. Yəni sağlam bir yanaşma deyil, qərəzli yanaşmadır. Və yaxud deyək ki, adam belə bir kateqorizə eləyirsə beynində, oruç tutanlar və tutmayanlar. Deyək ki, oruç tutub adam ticarətində aldadır məsələn. Tamam, oruç tutmayanlar içərisində aldadan yoxdurmu? Daha çoxdur əksinə, düzdür? Əsas odur ki, bu adam özünü qiyaslayır da. Tamam da sənin kateqoriyanda da, deyək ki, sən oruç tutmayansan, sənin kateqoriyanın içərisində yoxdur aldadan. Var. Yəni sən buradan qaçıb başqa bir topluluğun içərisindəsən də yenə də. Yəni sadəcə adam və yaxud ibadət eləyən insanlar içərisində o əxlaqi qüsurlar daha çoxdur, etməyənlər içərisində. Təbii ki, etməyənlər içərisində daha çoxdur. Biz bunun üzərindən demirik, hər ibadət eləməyən insan belədir, əxlaqi qüsurlar, biz onu demirik, yəni. Biz ümumləşdirmə eləmirik, amma siz eləyirsiniz. Yəni buradan da bəlli olur ki, bu sağlam yanaşma deyil. Sadəcə adamlar bunun rahatlığıdır da. Sadəcə adam bununla ya soruşanlara cavab vermək istəyir və yaxud özü ilə tək başına qaldıqda özünü inandırmağa çalışır ki, məsələn mən niyə ibadət eləmirəm? Çünki ibadət edən insanlar içərisində belə insanlar var. Yəni bunun belə ifadə var, papaza əsəbləşib, rahibə əsəbləşib oruç pozmaq deyirlər. Yəni onun məncə bu qədər bəs eləyir. Yəni dilənçi 20 qəpik verib, yəni sanki sədəqə vermiş kimi vicdanı rahatlanan insanlardır da, ancaq o sualları verənlər. Yəni çox ciddi alınacaq adamlar deyil açığı. Ramazanın digər məsələlərindən biri də bizim uşaqlarımızdır. Yəni bizim gələcəyimiz olan, bizi cəmiyyət olaraq da desək, yəni cəmiyyətin gələcəyi olan uşaqlardır, yəni. Ramazanda uşaqları Ramazanı necə belə deyək də aşılamaq lazımdır, necə öyrətmək lazımdır ki, yəni gələcəkdə bu uşaqlar üçün Ramazan ayı daha asan keçsin və yaxud da mahiyyətin cüzi də olsa anlaya bilsinlər. Ümumiyyətlə bir şey qeyd edeyim ki, əvvəlki illərlə müqayisədə hər il biz bunu müşahidə edirik ki, getdikcə cəmiyyətimizdə Ramazan daha çox insanların həyatına gəlir. Yəni daha çox oruç tutan sayı da artır. Yəni bunu bir çox yerdə müşahidə etmək mümkündür. Deyək ki, öz ətrafımızda, tanışlarımızda, qohumlarımızda və sosial mediada bunu müşahidə etmək olur. Və yaxud restoranlar bir çoxunun məsələn gündüz işləməməsi və yaxud bir çox yerdə yəni Ramazan artıq getdikcə cəmiyyətin həyatına gəlir. Çünki xalqımız uzun illər İslamdan uzaq tutulub. Deyək ki, Sovet işğalı vaxtı və yaxud da onun öncəsindəki Rus işğalı vaxtı İslamdan uzaq tutulub. Amma bu işğal bitdikdən sonra ildən ilə insanların İslamla tanış olmağı, ibadətə gəlməyi artır. Və insanların ibadət etmə nisbəti artdıqca bəzilərinin İslam düşmənliyi də artır. Yəni içindəki o qərəz də ortaya çıxır.
Yəni birinci bu tərəfi qeyd eləyək ki, Ramazan həqiqətən hər il getdikcə insanlar tərəfindən daha çox bilinir, daha çox insan oruç tutur. Və burada da bizim, yəni uzun illərdir ibadət edən insanların üzərinə düşən, yəni müsəlmanların üzərinə düşən vəzifə də budur ki, öz ailələrimizdən başlayaraq daha çox cəmiyyətə Ramazanı yansıtmaq. Yəni indi bizim cəmiyyətimiz içərisində fərqli bayramlar qeyd olunur. Bəziləri milli adı ilə və ya fərqli mədəniyyətlərdən aldıqları bayramları keçirirlər, amma bizim üçün bayram anlayışı Ramazan və Qurbandır. Və Ramazan sadəcə yəni Ramazan bayramı günü qeyd olunacaq bir bayram deyil də, sanki müsəlmanlar üçün bir ay bayram ab-havasında, bayram atmosferində keçən bir aydır. Bizdə bayramların əhəmiyyəti var, bayramların önəmi və yaxud da vacibiyyəti var. Digər amma bayramlara baxanda sadəcə müəyyən şeylərin dəyişməsini bir bayram kimi qeyd edirlər, yəni. Yəni bizdə deyirsən qurbanın bir nəticəsi var da, başa düşdünüz? Bizdə deyirsən İslamda demək istəyirsən ki, yəni biz müsəlmanlar bayram eləyərkən bunun arxasında bir mahiyyət yatır, amma o bir nə edir? Adam deyir ki, il dəyişdi. Məsələn, bayram eləyir. Nə oldu? Sən həyatında nə dəyişdi? Fəsil dəyişdi. Yəni qeyri-adi bir yəni adam sevinməyinin səbəbini bilmir əslində. Yəni çox qəribə bir şeydir. Sevinir amma bilmir niyə sevinir. Həyatında nə dəyişiklik olub bilmir yəni. Belə bəllidir yəni indi o topluluğun halı. Yəni nəyi demək istəyirəm? Biz möminlər olaraq istəyirsək ki, cəmiyyətimizdə getdikcə İslami dəyərlər daha da artsın, daha da qüvvətlənsin, daha çox insan həyatına gəlsin. Bunu biz elə öz ailəmizdən və ətrafımızdan başlamalıyıq və övladlarımıza, ailələrimizə ümumiyyətlə bacardıqca Ramazan ab-havası yaşatmaq lazımdır evlərdə. Yəni Ramazan sadəcə bir ay oruç tutulan bir ay deyil. Ramazanın bir mənəvi tərəfi, ibadətlərinin daha çox olmasıdır. Yəni həm oruc, təravih namazları, Quran xətimləri, Quran tilavətləri, yəni daha çox ibadətlə keçən bir ay olmasıdır. Həm də bunun paralelində yəni uşaqlar üçün normalda maraqlı nə olur? Deyək ki, məsələn, evi bəzəmək məsələn. Hər nə qədər bəziləri buna qarşı çıxsa da, mən buna təşviq edirəm və Ramazan üçün xüsusi bəzəklər satılır. Yəni biraz Ramazanın mahiyyətini də göstərən bəzi şeylər satılır, bəzəklər. Uşaqlar ümumiyyətlə rəngarəngliyi sevir. Yəni işıqlar falan belə yəni Ramazan üçün evlərin bəzənməsi gözəl bir adətdir və görürsüz ki, bir çox ölkələrdə hətta küçələr bəzənir. İnşallah gələcəkdə bizdə də olar elə şeylər. Yəni küçələr bəzənir. İnsanlar yəni Ramazanın gəlişini hiss eləyirlər onunla. Ən azından möminlər üçün bu lazımdır ki, evlərini Ramazan üçün bəzəsinlər. İmkanları miqdarınca daha çox ailələrinin, uşaqlarının Ramazanı hiss etməsi üçün, yəni Ramazan öncəsində bir həyəcan, deyək ki, evdə ümumi bir təmizlik, sonra bəzəmək, sonra ümumi bir alış-veriş, uşaqların, məsələn, xüsusən uşaqlar oruca da başlayırlarsa artıq, uşaqların sevdiyi imkan daxilində təbii ki, sevdiyi şeylərdən iftarlarda hazırlamaq, almaq və yaxud uşaqları ara bir nə bilim gəzməyə və bənzər, yəni uşağa maraqlı olacaq nələr varsa, xüsusən Ramazan içərisində bunları etmək ki, uşaq üçün Ramazan artıq elə bir ki, uşaqlığında ona yerləşsin ki, bizim ayımızdır bu. Biz bu ayda sevinirik, biz bu ayda ibadət edirik, bu ay bizim ayımızdır yəni. Bunun üçün nə lazımdırsa, halal dairəsində etmək lazımdır. Yəni gözəl bir işdir, evləri bəzəmək və məsələn, möminlərin ailəvi bir-birlərinə gedib gəlməsi, toplu iftarlara qatılmaq, yəni uşağın beynində yer eləyəcək nələr varsa bunları etmək lazımdır. Ramazan ayının ümumilikdə, yəni əhəmiyyətindən, mahiyyətindən danışdı. Mən istəyirəm ki, biraz da Ramazanın sonlarına doğru, belə deyək də, Ramazan ayının zirvəsi olan sonlarına, son 10 gündə etikaf, Qədir gecəsi və son olaraq bayram haqqında biraz danışaq. Ramazan ayı bir ay dediyimiz kimi ibadət ayıdır və bu ibadətlərin daha çox sıxlaşdığı vaxtda son 10 günlükdür. Son 10 günlük, çünki Ramazan Quran içərisində endirildiyi üçün xüsusi dəyərli aydır və Quranın endirildiyi gecədə Quran-Kərimdə Qədir gecəsi olaraq bildirilir. Qədir gecəsi də daha çox Allah Rasulü sallallahu əleyhi və səlləmin hədislərində son 10 günlükdə olduğu bildirilir. Bu səbəbdən də son 10 günlük müsəlmanların Qədir gecəsini
axtarmaq niyyəti ilə ibadəti daha çox artırdığı gecələrdir. Daha çox deyək ki, namaz qıldığı, daha çox dua elədiyi, daha çox zikr elədiyi, daha çox Quran oxuduğu günlərdir, gecələrdir. Burada belə bir şey demək olarmı? Yəni son 10 gündə Allah burada da məsələn mən müəyyən qədər hikmət olaraq götürürəm ki, yəni son 10 gündə Allahın daha önəm verməsi, yəni insanın 30 gün ərzində sona doğru çatanda necə olur? İnsan yorulur. Artıq hər şeydən yavaş-yavaş soyursan, amma Allah izin vermir də. Deyir ki, tamamla. Son 10 gündə daha yaxşı şəkildə ibadət elədir ki, Allahdan bağışlanma diləyəsən. Yəni belə də düşünmək olar. Elədir. Yəni və bu Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, son 10 günlükdə axtarın və son 10 günlük, son 10 gecənin tək gecələrində axtarın Qədir gecəsini. Bu səbəbdən də Peyğəmbər sallallahu əleyhi və səlləm özü tətbiq etməklə ümmətinə bir ibadət öyrətmişdir ki, bu da etiqafdır. Məscidlərdə və ya 5 vaxt namaz qılınan məscidlərdə xüsusən son 10 günlükdə etikafa qalmaq. Yəni məscidə keçir bir müsəlman, orada qalır, yeməyi, içməyi, hər şey orada. Zəruri bir hal olmadıqca məsciddən çıxmır və daha çox ibadətə verir özünü. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm son 10 günlüyü məsciddə keçirərdi. Ta bayrama qədər. Etikaf da önəmli sünnətlərdən birisidir. Bir də bilirik ki, etikaf ibadətinə əmr etməklə bizə, daha doğrusu Peyğəmbərimiz tövsiyə etməklə bizə normalda Qədir gecəsi Quranın endiyi gecədir. Quranın enməsindən öncə Peyğəmbərimizin Hirada bir inziva dönəmi var. Yəni insanlardan çəkilir Allah Rəsulu və Hira mağarasında təfəkkürə dalır. Orada bəlli bir müddət sonra vəhiy gəlir. Sanki o Quranın endirdiyi o son 10 gecədə etikaf əmr etməklə Peyğəmbərimizin Hira təcrübəsi qismən yaşanmış olur. Yəni biraz dünyadan, biraz işlərdən, ailədən, hər şeydən uzaqlaşıb özünü ibadətə vermək, təfəkkürə vermək, halını düşünmək, keçmişini düşünmək, gələcəyini düşünmək, Allahla etdiklərini və etmədiklərini. Bir növ insan öz-özündən baş-başa qalır. Özünlə baş-başa qalırsan. Yəni mən Allahla görüşəcəyim günə nə hazırlamışam, qiyamət günə nə hazırlamışam, Allahın üzünə çıxacağım zaman mən nə deyəcəm, necə bir həyat yaşadım. Mən sabah ölsəm necədir mən halım? Yəni hesab, kitab, düşünmək, təfəkkür bunlar üçün çox gözəl bir mövsümdür. Və dediyimiz kimi Allah Rəsulunun Hira təcrübəsini sanki yaşamağımız üçün etikaf bizə tövsiyə edilib. Və tövsiyə edirik ki, qardaşlar, düzdür, işdə olan insanlar üçün son 10 günlük çox rahat deyil bəlkə, amma bir gün olsa belə qalmaq mümkündür. Yəni bir gün etikafda qalınsa ən azından. Bu yəni evdə də qalmaq olar da etikaf? Yox, yalnız məsciddə. Xanımlar evdə qalır. Xanımlar evlərində ibadət üçün ayırdıqları bir yer varsa, həmin yerdə qalırlar. Amma kişilər 5 vaxt namaz qılınan məsciddə qalmalıdırlar. Bu etikafdan sonra artıq Qədir gecəsindən sonra yaxınlaşırıq bayrama. Qədir gecəsində nə etməyimizlə bağlı da üzr istəyirəm, bəllidir ki, normalda bütün Ramazan boyunca bizə təravih namazı əmr olunub. Əslində təravih namazı Ramazan gecələrini ibadətlə keçirməkdir. Necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur: kim inanaraq və savabını Allahdan gözləyərək Ramazan gecələrini ibadətlə keçirərsə, keçmiş günahları bağışlanır. O hədisi izah eləyərkən alimlər qeyd edir ki, gecəni ibadətlə keçirməkdən məqsəd təravih namazlarını qılmaqdır. Təravih namazı onsuz da bütün Ramazan boyunca qılınmalıdır. Xüsusən də son 10 gecələrdə, yəni məsələn təravih namazı 20 rükətlik bir namazdır. 20 rükətlik sünnət olan 20 rükətlik namazdır. Amma kimsə işi ilə bağlı yorğundur, xəstədir, odur, budur, biraz rükət sayını az qılır normal gündə, amma son 10 günlükdə daha çox diqqətli davranır ki, sünnətdə gəldiyi şəkildə qılım, tam qılım, yəni bir əksiklik olmasın. Çünki o gecələri təravih qılmaqla gecəni ibadətlə keçirmiş olur. Əlavə olaraq məsələn sübhü cəmaatla, işanı cəmaatla qıldıqda da gecəni ibadət savabı olur. Və yaxud daha çox gecə Quran oxuyur, ibadət edir, dua edir və xüsusən də Peyğəmbər sallallahu əleyhi və səlləmdən gəlmiş dua var. Ayşə anamız soruşduğu zaman Allah Rəsulu ona o duanı öyrədir. Allahım sən əfv etsən, əfv etməyi sevirsən və məni də əfv et. Yəni Qədir gecəsində nə etmək lazımdır? Bol-bol bağışlanma istəmək lazımdır. Əsas mahiyyət budur da. Hə, və əsas da ki, bayrama təmiz çıxmaq.
Yəni bir ayı oruc, bir ayı təravih namazı, Quran xətmi, son 10 gecələrdə də Qədir gecəsi, bir gün belə olsa etiqaf, hər şeydən az deyirik ki, bacarılsın da. Yəni məsələn etiqaf bir gün də olsa belə etiqaf deyirik və yaxud bir xətim. Əslində bir xətim azdır normalda, amma ən azı bir dənə xətim olsun. Bacarsa daha çox Quranla vaxt keçirmək, daha çox məalini oxumağa çalışmaq, təfsirini oxumağa çalışmaq, başa düşməyə çalışmaq və digər zikirlər, əsas şeylərdən ibadətlər. biri də təfəkkür eləməkdir, düşünməkdir. Yəni mən buna çox üstünlük verirəm. Çünki insan düşündükcə, yəni zaten Allah Taala Quran-Kərimdə də, yəni düşünməzmisiniz belə bir zaten peyğəmbərimizin o vəhiy gəlmə öncəsindəki Hiradakı təcrübəsi təfəkkürdür. Təfəkkür. Çünki zaten o namaz əmr olunmamışdı. Peyğəmbərimiz təfəkkür eləyirdi. Yəni Hirada olmuşdun hər halda, hə? Bərabər gedəndə. Sən doğru gəlməmişdin. Yəni xüsusən səmanın təfəkkürü çox fərqlidir orada. Yəni çünki ümumiyyətlə səmaya baxmaq, onun üzərində düşünmək çox fərqlidir. Yəni bu gün çox qəribədir ki, biz səmanı unutmuşuq yəni artıq. Yəni başımızı qaldırıb səmaya baxıb ulduzlar üzərinə düşünmək. Yəni səmaya baxmaq insanı rahatladır sanki. Və insana həqiqi mahiyyətini xatırladır, Allahın qüdrətini xatırladır. Amma bugünkü bu şəhər sistemi, səs-küyü, işıq kirliliyi, insan baxmağı unudur yəni. Onun üçün də Quran-Kərimdə baxmaq əmr olunur. Baxmaq bizdə bəzən qəribə olur ki, baxıram da səmaya və yaxud məsələn Allah təala buyurur, insan yediyinə bir baxsın. Məsələn, insan yediyinə bir baxsın, adam ki, zaten yediyimə baxıram da, düzdür. O baxmaq o cür baxmaq deyil. Fəlyanzurul insanu ilə ta'amih. İnsan yediyinə necə baxacaq? Ənnə sababnəl mə'ə sabbə. Biz suyu göydən necə axıtdıq, yeri necə yardıq və ənbətnə fiyhə habbə. Orada necə toxumları bitirdik. Yəni baxmaq dediyin düşünmək, təfəkkür eləmək. Bir yeməyin ortaya çıxmasını, yağışın yağmağı, torpağın bitirməyi, yerin ona uyğun yarılmağı, torpağın bitirməyi, günəşin varlığı, o qədər şey düşünürsən ki, bunlar hamısı insanı Allaha yönəldir və Ramazan da bunun üçün gözəl bir fürsətdir. Ancaq 45 dəqiqə qalıb iftara. Hə. Əsl iftar vaxtı proqramı oldu. Əslində Ramazandan çox danışmaq olardı. Sadəcə müəyyən vaxt məhdudiyyəti var. Mən elə başa düşürəm ki, müəyyən qədər Ramazanın əhəmiyyətini, mahiyyətini, vacibiyyətini, müqəddəsliyini, yəni izləyicilərə, dinləyicilərə çatdıra bildik. Müəyyən qədər təbii ki, bu geniş bir mövzudur. Kitablar yazılır bu barədə. Bəli. Bu sadəcə amma bizim iftara vaxtımız az qalır. Və sizə iftara dəvətlik. İnşallah. Qonaqlar gəlsin. Zəng gəlirlər ki, məncə çox uzatmayaq. Ramazan ayı ilə bağlı son olaraq izləyicilərimizə nə demək istərsiniz? İnşallah gözəl bir şəkildə bayrama qovuşarıq. Ailələrimizlə, digər möminlərlə bir yerdə gözəl bayram keçirməyi Allahdan istəyirik. Elhamdülillah Rabbil ələmin. Nöqtəni qoydu da. Dur. Acın. Zaman gəlib qalıb qapının ağzında.